Hər vaxtınız xeyir, əmək bazarının yenilikləri ilə tanış olmaq və iş tapmaq istəyənlər işsizlikdir efirdədir. Əmək bazarında yeni iş imkanları var. Bir qədər sonra sizin üçün seçdiyimiz vakansiyaları təqdim edəcəyik. Bəzən motivasiya sənə göstərilən inamsızlıqdan doğur. Aynur Xəlilova da ətrafının ona inanmadığı bir vaxtda təkidlə arzularının arxasınca gedir. İnamsızlığa inadla cavab verir və biznesini qurur. Daha yüksək gəlir və geniş iş imkanları insanları paytaxta köçməyə vadar edir. Bəs regionlarda əhalinin məşğulluğu niyə lazımi səviyyədə təmin olunmur? Problemin əsas səbəblərini və mümkün həll yollarını müzakirə etməyə çalışacağıq. Geridə qoyduğumuz həftədə nələr baş verib, gəlin nəzər salaq. Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri ötən həftədə davam etdirilib. Araşdırma zamanı Medera Hospital, Abasoğlu İnşaat, Yol Tikinti Servis, Dream Construction, Lux Servis və Apaydın Tatil MMC-nin vəzifəli şəxslərinin işçiləri əmək müqaviləsi olmadan işə cəlb etmələri halları aşkarlanıb. Göstərilən fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatlar başlanıb. İşçilərini vaxtından artıq çalışdıranlar da bundan sonra məsələyə daha ciddi yanaşmaq məcburiyyətində olacaqlar. Belə ki, əməyin mühafizəsi qaydalarına əlavələr edilir. Məsələyə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında müzakirəyə çıxarılıb. İnzibati xətalar məcəlləsindəki dəyişikliyə əsasən işçinin iş vaxtından artıq işlərə cəlb olunması əməyin mühafizəsi qaydalarının pozulması hesab ediləcək. Gəncədə şagirdi döyən müəllim işdən azad edilib. Bu barədə Gəncə Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. Məlumata görə Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında araşdırma aparılıb. Belə halların yol verilməzliyi nəzərə alınaraq ingilis dili müəllimi Cavid Rızayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Və son olaraq qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən martda ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq. Yəni 20-31 mart tarixi iş günü hesab edilmir. Sir deyil ki, regionlardan paytaxta sürətli axının əsas səbəblərindən biri məhz məşğulluqla bağlıdır. İnsanlar daha yaxşı maaş və geniş iş imkanları üçün paytaxta üst tuturlar. Bunun qarşısının alınması ilə bağlı illərdir müxtəlif təkliflər irəli sürülür, dövlət proqramları qəbul edilir. Lakin hələ də problem həllini tapmır. Bəs çıxış yolu kimi hansı daha effektiv addımlar atılmalıdır? Mövzunu əməkdaşımız araşdırıb. İstədiyimiz nəticəni hələ ala bilmirik. Ta ki, Neftçala Mingəçevir, ayrı-ayrı bölgələrdə var. Kənd onları qane etmir. Yəni onu da qeyd edək. Yəni ki, bizim digər bölgələrlə nisbətən baxsaq, görsək ki, bəli, o problem var. Torpaq var, vergi azad olunub, amma insanlar kənddə qalmaq istəmir. Söhbət regionlar arasındakı əmək bazarı balansının pozulması, eləcə də iş imkanları arasındakı uyğunsuzluqdan gedir. İri şəhərlərimizə axın yenə var və bu prosesin tamamilə dayandırılması mümkün deyil. Əslində yeni deyil, illərdir danışılır. Lakin hələ də bu sahədəki problemlər həllini tapmır. Tələb də var, təklif də. Bəs regionlarda tələb və təklifin arasındakı uçurumun səbəbi nədir? Ekspertlər bunu istehsal və emal müəssisələrinin olmaması ilə əlaqələndirirlər. Digər amillərə gəlincə, Bakıda işçi qüvvəsinə tələb var. İstər tikinti sahəsinin ayrı-ayrı bütün sahələrə baxsaq və onun nisbətən müqayisə edəndə ayrı-ayrı bölgələrin müqayisəsini görəndə ki, çox vaxt hətta 2 dəfə, 3 dəfə də fərq ola bilər aldığı nə vacib. Təbii ki, üst tutur Bakıya. Təbii ki, kəndlərdə qazanc nisbətən dünyada qəbul olunmuş bir normaldır. Şəhərə nisbətən daha azdır. Sənaye müəssisələri var, xidmət göstərən yaşayan müəssisələr var ki, orada gəliri, mənfəət daha çoxdur. Ona görə də əksər rayonlardan hamısı məhz Bakıya yönəlib, işçi qüvvə, daha çox yüksək kvalifikasiyalı işçi qüvvəsi məhz Bakıya gedir. Ki, Bakıya nisbətən şərait elə də yaxşı deyil, gəlir elə də çox deyil. Təbii ki, üst tuturlar şəhərə. Bölgələrdə iş yerləri məhduddur. Buna görə də insanlar qazanc üçün paytaxta üst tuturlar. Biznes qurmağın daha səmərəli və gəlirli olması baxımından da Bakı cəlbedicidir. Nə üçün gəlirdi? Təhsil almalı. Gəlib, deyək ki, Bakıda təhsil alırdı. Təhsil aldıqdan sonra iş yeri vardı və işləyirdi. Sonra isə tutaq ki, ev alırdı və bütövlükdə artıq deyək ki, o bəli, burada məskunlaşırdı. Artıq burada yaşayırdı. Digər universitetlər də bizim bölgələrimizə köçürülsə, o universitetdə gedib təhsil alacaq. Təhsil almaqla yanaşı
iş axtaracaq. Əgər orada o işlə də təmin olunsa, artıq deyək ki, bu fikir versin, bu məsələnin həll yollarından mən hesab edirəm ki, biridir. Bölgələrimizdə yaşayan bizim gənclərimizə güzəştli ipotekaların verilməsi. Gənclər bilsə ki, o ipoteka və yaxud da digər hər hansı bir yumşaldıcı qaydada o mənzil ala biləcəksə, öz rayonunda problemi həll etmiş olar. Bölgələrdən Bakıya axının qarşısının alınması ilə bağlı illərdir müxtəlif təkliflər verilir. Hətta bu problemin həlli üçün 2030-cu ilə kimi dövlət proqramları da qəbul edilib. Proqramın başa çatmasına düz 5 il qalıb. Vəziyyət isə təəssüf ki, eynidir. Dövlət proqramları mövcuddur, subsidiyalar verilir, sahibkarların vergidən azad olunması var, güzəştlər var. Bu sahə daha da genişləndirilməlidir. Digər tərəfdən turizm sektoru ilə bağlı. Bu sahə də genişləndirilməlidir və regionlar arasında bu balansın yaradılması və qorunması üçün qeyd etdiyimiz kimi hər bir bizim bölgəmizin iqtisadi potensialı, əmək potensialı nəzərə alaraq iş yerlərinin təmin olunması ilə bağlı məsələlərin həll olunması. Çıxış yolu kimi Bakı ilə regionlar arasında qeyri-bərabər iqtisadi inkişafın qarşısı alınmalıdır. İstehsal, emal və xidmət sahələri ilə yanaşı kənd təsərrüfatı ilə məşğul olanlar üçün stimullaşdırıcı tədbirlər, güzəştli kreditlər tətbiq olunmalıdır. Bütün bu məsələlər həllini tapsa, bölgələrdən paytaxta axın da azalar. İş axtaranlar üçün əmək bazarında yeni imkanlar var. İş axtarışında olanlar üçün fərqli tələbləri olan vakansiyaları toplamışıq. Hazırda proqramımızı sözü gedən vakansiyalarla davam etdirəcəyik. Qarabağ Universiteti maliyyə yardımı üzrə mütəxəssis vakansiyası elan edir. Ali təhsilli xarici dil bilikləri olan təcrübəli şəxslər müraciət edə bilərlər. İş yeri Xankəndindədir. İşə götürülən şəxs kirayə mənzilə təmin olunacaq əmək haqqı razılaşma yolu ilə. Azərbaycan Üzgüçülük Federasiyasında maliyyə mütəxəssisi işi var. Ali təhsil 3 il təcrübə şərtdir. Vakansiya üçün son müraciət tarixi 17 martdır. Əmək haqqı razılaşma yolu ilə. Rifah Qrup MMC ambardar axtarır. Orta təhsilli 18-65 yaşlarında olan şəxslər müraciət edə bilərlər. İş yeri Salyandadır, maaş 400-600 manatdır. Azərbaycan Respublikası Audiovizual Şurası audiovizual proqramların monitorinqi, təhlili və kommunikasiya şöbəsinin məsləhətçisi vakansiyasını elan edir. Müsahibə mərhələsində dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər iştirak hüququna malikdirlər. 6 mart tarixinədək müraciət edə bilərsiniz. Əmək haqqı isə 825 AZN-dir. Hələ ki 4 vakansiyanı təqdim etdik. Proqramımızın sonunda digər vakansiyaları da sizə təqdim edəcəyik. İndi isə biznes dünyasında uğur qazanan xanımlardan biri Aynur Xəlilovanın hekayəsi ilə tanış olacağıq. Bu yolda adımını atarkən ona heç kəs inanmırdı. Amma buna rəğmən o inamı öz içində tapdı və addımını atdı, biznesini qurdu. Bugün isə onun uğur hekayəsi bir çoxlarına ilham verir. Həyat yoldaşımın və atamın mənə inanmamağı məni çox ciddi motivasiya edir. Onlar mənə bu formada motivasiya vermişdi ki, yox da, öz pulunu batıracaq, qoy getsin pulunu batırsın, görsün ki, iş qurmaq asan deyil. Onların gözündəki olmadı. İlk gündən müştərim oldu. Şirkət idarəsini mətbəxdə ev xanımı olduğum vaxtdan öyrənmişəm ki, ailənin idarə strategiyalarını biznesə tətbiq etmişəm və hər zaman da bu uğurlu oldu. Uğursuzluqlar da qaçınılmaz olur, amma əsas oradakı sir bilirsiniz nədir? Həll edib, o yetərsizlik duyğuna sevgi verib, özünü tam hiss etdiyin anda ayağa qalxıb davam edirsən və o yaşadığın uğursuzluğu da təcrübə sayırsan. Hər birimiz bu dünyaya niyə gəlmişik, sizin bu dünyada missiyanız nədir sualını tapmalıdır. Mən
tapan şanslılardanam. Bu qədər rahatdır danışmaq cümlə olaraq, amma ciddi bir özünü tanıma prosesi keçdi və mən başa düşdüm ki, mənim ruhum bir faydalı baltanın sapı olmaqdan bəslənir. Çox gənc yaşda ana olmuşam və onun məndə qoyduğu izlər, mən nə edirəm, mən kiməm, mən analıq edə bilirəmmi, mən ana olmağa hazır idimmi? Bu suallar mənə özümü tanıma yoluna çıxmağa başladı və fikirləşirdim ki, mən monoton şəkildə yaşamaq, övladlarıma bu şəkildə nümunə ola bilmərəm. Və bunun üçün mübarizə apardım. Bəlkə də bu fikrin bir mənalı səslənməyəcək. Onların mətbəxdə ancaq yemək bişirən anaya yox, onlara yol göstərən, onlara daima sevgi ilə yanlarında olan, zəhməti aşılayan bir anaya ehtiyacları var. Bu mənim doğrumdur. Mən demirəm bu hamının doğrusudur. Başqa insanlarda fərqli ola bilər. Amma mən öz doğrularımı tapmaqla məşğul oldum. O doğruların mənə verdiyi mesajları izləməklə məşğul oldum. Bu yola da girməyimdən çox məmnunam və bunun faydasını görürəm. Ev xanımı olmaq çox böyük bir məsuliyyətdir. Mən deyərdim ki, hər iş adamının, iş xanımının bacarmadığı bir işdir ki, mən hər zaman deyirəm ki, mən şirkət idarəsini mətbəxdə ev xanımı olduğum vaxtdan öyrənmişəm. Yəni oradakı evdəki ailənin idarə strategiyalarını biznesə tətbiq etmişəm və hər zaman da bu uğurlu olub. Həyat yoldaşımın və atamın mənə inanmamağı məni çox ciddi motivasiya edir. Və çünki biz işə belə başlamışdıq. Onlar mənə bu formada motivasiya vermişdi ki, evi yox da, öz pulunu batıracaq. Qoy getsin, pulunu batırsın. Görsün ki, iş qurmaq asan deyil. Yəni atamın və həyat yoldaşımın həmin öz aləmlərindəki motivasiyası mənə çox ciddi təsir eləmişdi və sanki bir növ işə özümü isbat üçün başlamışdım. Sonra amma onların da mənim işimə qarşı dəyişimi, onların mənə dəstəyi, artıq bu dəstək mən dirçəlib bir biznes sahibi olandan sonra başlamışdı. Təbii ki, yenə də xoş idi ki, onların gözündəki olmadı. İlk gündən müştərim oldu. Hər birini planlamışdım, addım-addım. İlk bloq yazıları yazırdım, dəbə aid yazılar yazırdım. İnsanlar məni o dəb yazılarından tanıyırdı. Bir iş həyatında insanın uğurlu edən və uğursuz edən faktorlar var. Bu faktorları nəzərə almasaq ki, tamamilə bir insanın iş uğuru nədən asılıdır? Çünki biznes bir komanda işidir və siz bu komandada tək deyilsiniz. Tək şəxsən götürsəm ki, uğurumun sirri nədir? Mənim gördüyüm hər işdə empatiyadır mənim uğurumun sirri. Bunu da son bir ildə düşünmüşəm. Alıcıdırsa alıcı ilə, izləyicidirsə izləyici ilə empatiya qururam. Mənə elə gəlir ki, empatiya mənim uğurumun əsas sirridir. Çünki game dizayn edəndə empatiya qururam müştəri kimi, müştəri ilə. Bu game'i mən alardımmı? Alardımsa niyə alardım? Alaramsa bunu necə kombinləyəcəm? Bunu almaq bu qiymətə mənə sərf edirmi? Bu beyinlə yanaşdığım üçün və bu formada dizayn etdiyim üçün orada bəli, uğur qazanmamaq qaçınılmazdır. Çünki mən müştəri kimliyinə bürünərək game dizayn edirəm. İlk dəfə Made in Azərbaycan adı altında geyim istehsal edəndə siz təsəvvür eləyin ki, Azərbaycanda yeni bir brend açılır. Bu brendin hədəfləri uyğun qiymətə, keyfiyyətli məhsulla, dəbli bir geyimi istehsal etməkdir. Hər şey burada mükəmməl görünür, düzdür. Amma istehsal etdiyimiz kütlə Made in Azərbaycana bir ön fikri var. Ön dəyərsizliyi var. Bizimki isə nədir ki? Siz təsəvvür edin ki, biz brend olaraq inkişaf edib ayaqda qalmağa çalışırdıq.
həm də alıcının visionunu dəyişməyə çalışırdıq ki, və onları inandırmağa çalışırdıq ki, özümüzünki dəyərlidir. Biz özümüzdən almalıyıq. Siz təsəvvür eləyin ki, biz neçə fokusa yayılmışıq. Və yavaş-yavaş o vision dəyişdikcə bizdə də yəni Azərbaycanda bir iş adamı bu qədər fokuslu olmalıdır. Məcburdur. Çünki coğrafiyanın tələbləri budur. Çünki biz Remarkın kitablarında var. Mən bunu oxumuşam. Remarkın Üç dost əsəridir, səhv etmirəmsə. İtmiş nəsillik müharibədən sonra daxilən hər zaman analarımız, atalarımız nə idi? Bizi başqası ilə müqayisə edir. Bizim içimizdə bir yetərsizlik var. Bizim içimizdə bir müqayisə var. Siz təsəvvür edin, özünüzün daxilimizdəki dəyərsizliklərlə mübarizə apara-apara biz alıcının da dəyərsizlikləri ilə mübarizə aparmışıq. Paralelində də şirkət qurmuşuq. Uğur qazandıqdan sonra isə uğursuzluqlar da qaçınılmaz olur. Əsas sirr nə qədər dayanıqlısan, uğursuzluğa, yetərsizlik duyğusuna nə qədər dayanıqlısan. Bax, oradakı o yetərsizlik duyğunla həll edib, o yetərsizlik duyğuna sevgi verib, özünü tam hiss etdiyin anda ayağa qalxıb davam edirsən və o yaşadığın uğursuzluğu da təcrübə sayırsan. İş yerlərinin əsasən paytaxtda cəmləşməsi kənd və rayon sakinlərini şəhərdə iş axtarmağa vadar edir. Bakıya ali təhsil almağa gələn gənclərin də böyük əksəriyyəti rayonlarda uyğun iş tapa bilməyəcəklərini düşünərək geri dönmək istəmirlər. Mövzunun müzakirəsini iqtisadçı Fuad İbrahimov ilə aparacağıq. Xoş gəlmisiniz, hər vaxtınız xeyir olsun. Necə düşünürsünüz, bu sürətli axının qarşısını almaq üçün hansı daha effektiv addımlar atılmalıdır? Regionlarda əhalinin məşğulluğu necə təmin edilməlidir? Əlbəttə, ilk növbədə biz onu qeyd edək ki, elə çox doğru vurğuladınız. Ancaq məşğulluq əsası bunun, yəni Bakıya bu templə vətəndaşların axınını əlbəttə ki, ilk növbədə əsası məşğulluğun kifayət qədər olmamasıdır. Bununla yanaşı, amma eyni zamanda da fikir verirsinizsə, kifayət qədər dövlət proqramları var. Misal üçün, sənaye parklarının bölgələrdə açılması, aqroparkların açılması, bununla yanaşı digər özünü bir məşğulluq proqramları var. Yəni desək ki, hər hansısa bir iş görülmür, bu əlbəttə ki, İş görülür, amma məsələ həllini tapmır. Ancaq ki, nəticə etibarilə biz bugün Bakı şəhərindəki olan bu tıxacların, yəni bu sıxlığı gördükdə belə başa düşmək olur ki, görülən işin effektivliyi istədiyimiz kimi deyil. Bəli. Əlbəttə, bunun qarşısını almaqdan ötürü bilirsiniz, ümumiyyətlə yanaşmalarda bu məsələlərin həllində kompleks tədbirlər həyata keçirilməlidir. İş yerlərinin sayı kifayət qədər ola bilər, ancaq işə veriləcək maaş kifayət qədər olmayanda artıq o effektivliyin itirir. Və yaxud biznes üçün kifayət qədər mühit yaradılır, sahibkara, vergidən azad edilir, hər bir şey. İndi əyalətlərdə, bölgələrimizdə, regionlarımızda biz gedib şəhər tipli biznesi qura bilmirik də. Kənd həyatının da öz biznesi var, kənd təsərrüfatı sektorunda. Əgər vergidən azad olunursa, digər subsidiyalar verilirsə və yaxud fermer su tapmırsa suvarmağa, və yaxud heyvandarlıqla bağlı otlaq sahələri yoxdursa, aydın məsələdir ki, effektivlik olmayacaq. Bax, biz bu günlərin bunun əziyyətini çəkirik. Bir tərəfdən köməklik edirik, digər tərəfdən isə elə bir vəziyyət yaranır ki, o iş həyata keçirilə bilmir və nəticə etibarilə ki, şəhərdə gördüyümüz bu mənzərə, bax, hamısı bununla bağlıdır. Bəs necə addım atmaq lazımdır? Bilirsiniz, addım atmaqdan ötürü ilk növbədə hər şeyi real rəqəmsal olaraq dəyərləndirməliyik. Biz, baxın da, birincisi atdığımız addımlar təkcə 2023-cü, 24-cü illəri mən nəzərdə tuturam da, aqroparkların açılışı ilə bağlı bölgələrdə 32 rayonda 51 aqroparkın açılışı nəzərdə tutulmuşdu
və burada 2 milyard 400 milyon vəsait investisiya yatırmaqla ilkin mərhələdə 5000 işçi işlə təmin olunacaqdır və sonraki mərhələdə 10.000 insan işlə təmin olunacaqdır. İndi sadə riyaziyyatdır da, gəlin hesablayaq. 2 milyard 400 milyon vəsait, 51 park və nəticədə 10.000 işçi. 51 parkda 200 nəfər işçi olur. Hər parka orta hesabla təxmini, lap detallı desək, 196 nəfər. Yəni, baxın, 2 milyard 400 mini də 10.000 insanın arasında böləndə biz təxminən 240 min, belə deyək, manatla vəsait. Demək, bir iş yerinin açılmasına 240 min manat təkcə aqroparklarla bağlı bir göstərici əldə edir. Əlbəttə ki, bu effektiv deyil. Əlbəttə ki, 51 aqroparkda 10.000 işçi hələm perspektivdə əlbəttə ki, effektivliyidir. Bilirsiniz, iş naminə statistikada göstəricilərin göstərilməsi ən böyük fəsada gətirə biləcək bir məqamdır. Necə düşünürsünüz? Regionlarda iş yerlərinin açılması məsələsində hansı sahələr prioritet olmalıdır? Daha çox hansı sahələr üzrə iş yerləri açılmalıdır? Elm, texnologiya əsasında dəyişilməklə, inkişaf etməklə insan faktorundan, yəni insanın əməyindən daha az istifadə olunur. Əsasən də, misal üçün, kənd təsərrüfatı sektorunda. Misal üçün, biz bölgələrdə aydın məsələdir ki, kənd təsərrüfatı sektoruna daha çox üstünlük verməliyik. Kənd təsərrüfatı sektorudur, bitkiçilikdir, pambıqçılıqdır, taxılçılıq, üzümçülük, heyvandarlıq. Yəni, bu günlərin müasir dövrdə texnika bir çox insanın fəaliyyətini əvəz edə bilir. Ancaq bu o demək deyil ki, insan faktoru tamamilə geriləməlidir və yaxud sıfıracan enməlidir. Burada məşğulluqla bağlı, kənd təsərrüfatı sektoru ilə bağlı yönəldilən investisiyalarda, görüləcək işlərdə, sahibkarların fəaliyyətində bir çox göstəricilər var ki, hansılar ki, mərhələli şəkildə belə deyək, problemlər yaradır. İlk növbədə biz nəzərə almalıyıq ki, bölgələrdə məmur yanaşması tamamilə kənarlaşmalıdır. Əgər biz deyiriksə ki, sahibkar hər hansısa bir ərazinin belə deyək, əkini və yaxud da bir başa çatdırsın, bir istehsal məhsulu ortaya qoymaqdan ötürü tamamilə belə deyək, müdaxilələr kənarlaşmalıdır. Amma bu günlərin reallığımız odur ki, bu bütün rayonlarımıza aiddir. Hər bir rayonda bu müdaxilələr var, özü kifayət qədərdir. Və bu müdaxilələr nəticəsində də kifayət qədər işi bilən sahibkar demək olar ki, işindən, gücündən kənarlaşır və nəticə etibarilə yenə də gəlir, çıxır Bakıya ki, hər hansı bir işlə məşğul olsun. Bugün kənd təsərrüfatı sektorunun inkişafı üçün bu bölgələrdə tələb olunan o infrastruktur yardımlar lazımdır. Sudur və yaxud elektrik təchizatıdır. Bununla yanaşı məhsulların müəyyən ambarlarda xarab olmaması üçün, yəni iqtisadi dövrəyə cəlb edilməsi üçün müvəqqəti saxlanmasıdır. Bu istiqamətlərdə dəstək güclənməlidir, real güclənməlidir, sözdə yox. Bilirsiniz, bir obyekti çəkib göstərmək bu bütün regionu əhatə eləmir, bütün problemi əhatə eləmir. Yəni, üst-üstə dediyimiz bu problemlər reallıqda aradan qaldırılmalıdır. Əgər bunlar reallıqda aradan qaldırılarsa, sahibkar maaş vermə imkanını əldə etmiş olacaq. Ən böyük məsələlərdən də biri məhz məşğulluqda maaşdır. Əgər biz orada 100 dənə iş yeri açırıqsa və orada verdiyimiz maaş alan öz istehlak xərclərini ödəyə bilmirsə, o gələcək Bakıya. Yəni, biz orada bir şərt olaraq 400 minimum əmək haqqı səviyyəsində maaş veririksə, heç bir halda vətəndaş orada qalmayacaq və dolayı yolla gələcək. Elə maaş məsələsinə toxunduq. Sir deyil ki, regionlarda paytaxt Bakıya nisbətən maaş fərqi var, aşağıdır, təxminən 2 dəfə aşağıdır. Ümumiyyətlə, bu fərqin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? Bilirsiniz, birinci ilk növbədə biz ki, ölkəmizdə minimum əmək haqqı səviyyəsi var. Birincisi, bu detallı şəkildə real bir vəziyyətdə dəyərləndirilməlidir. Kommunal xərclər. Kommunal xərclərə gəldikdə bir qısaca bunu qeyd edeyim.
Yəni yanaşma diferensial olmalıdır. Bu gün Bakı şəhərində 150-40 kvadratlıq misal üçün evdə yaşayan insanın istiliyə xərclədiyi vəsaitlə bu gün kəndlərdə, rayonlarda yaşayan evlərdəki xərc bir deyil. Kifayət qədər artıq xərc tələb olunur. Və qiymət də demək olar ki, eynidir. Bu gün istehlak bazarının hesablanmasında tək qida və yaxud kommunal, heç olmasa insanın ayda bir dəfə bir mədəni maarif ocağını ziyarət etməsi də bu istehlak səbətinə daxildir. Bax, bu əmsalları dediyimiz göstəriciləri bir araya gətirərək real istehlak səbətinə cavab verə biləcək minimum əmək haqqı bazarı formalaşmalıdır ki, bu axın Bakıya gəlməsin. Təşəkkür edirik sizə. Mövzuya münasibət bildirdiyinizə görə problem var və problem var olduğu üçün də müzakirəyə çıxarmaq lazımdır. Aydın. Və belə müzakirələr nəticəsində də düşünürük ki, bu məsələ zamanla öz həllini tapacaq. Və doğrudur, regionlarda iş tapmaq çətin olsa da, amma zamanla yeni imkanlar da yaranır və biz proqramımızda təqdim etdiyimiz vakansiyalar içərisində də təkcə paytaxt Bakıda deyil, regionlarda açılan yeni iş yerləri haqqında da tamaşaçılara məlumat veririk və bir qədər sonra təqdim edəcəyimiz vakansiyalar içərisində məhz regionlarda da olan iş yerləri haqqında sizə məlumat verəcəyik. Emsan şirkətində ambardar işi var. Orta və ya ali təhsilli 22-35 yaşlarında olan kişilər bu vakansiya üçün uyğun hesab edilir. Maaş 700-800 azayəndir. Sigma LLC SMA mütəxəssisi axtarır. İş rejimi distantdır. Əmək haqqı 700-900 manatdır. Kapital Bankın Xaçmaz filialında yeni vakansiya var. Ünvanda təqib üzrə mütəxəssis. Əsas tələblər bunlardır. Ali təhsil, Azərbaycan dilini sərbəst bilmək, rus dili isə arzu olunandır. Maaş razılaşma əsasında təyin olunacaq. Bioloji təbabət klinikasına tibbi nümayəndə axtarılır. Ali tibbi təhsil tələb olunur. 23-55 yaş həddi kimi göstərilir. Uyğun gələn şəxslərin 21 mart tarixinədək müraciət etmək imkanı var. Maaş 900-1200 manatdır. International Kredit Təşkilatında filial müdürü vakansiyası açılıb. İş yeri Şamaxıdadır. Ali təhsilli 25-40 yaşlı kişilər müraciət edə bilərlər. Əmək haqqı 1000-2000 manat arası dəyişir. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti texniki ofis mühəndisi vakansiyası üzrə elan edir. Ali təhsil və 3 illik təcrübənin olması şərtlər arasındadır. 12 mart tarixinədək müraciət etmək imkanınız var. Maaş 1930 azayən təklif olunur. Növbəti vakansiyamızı təqdim edirik. Kaspi liseyində psixoloqlar üçün vakansiya var. Ali təhsil və sahə üzrə 2 il təcrübə tələbdir. Əmək haqqı isə razılaşma yolu ilədir. Sumqayıt Dünya Məktəbi müxtəlif ixtisaslı müəllimlər axtarışındadır. Təhsil ocağına rus bölməsi üzrə riyaziyyat, coğrafiya, rus dili və ədəbiyyatı, ibtidai sinif müəllimi lazımdır. İngilis sektoru üzrə ingilis dili və ədəbiyyatı, riyaziyyat və ibtidai sinif müəllimi vakansiyaları var. Yalnız Sumqayıt və ətraf ərazilərdə yaşayanlar müraciət edə bilərlər. Əmək haqqı isə razılaşma yolu ilədir. Zəyəm Texnologiyalar Parkı proqramla idarə olunan dəzgahların operatoru vakansiyasını təqdim edir. Göstərilən iş üçün 20-50 yaşlı şəxslər tələb olunur. İş yeri Şəmkirdədir. Maaş 1355-1584 manatdır və bugün olan son vakansiyamızı təqdim edirik. KFC-də baş mühasib işi var. Tələblərə gəlincə, bu Azərbaycan və rus dillərini mükəmməl bilmə və minimum 5 il müvafiq sahədə təcrübədir. Əmək haqqı 2500-3000 manatdır. Belə, əziz izləyicilərimiz, sizə təqdim edəcəklərimiz bunlar idi. Növbəti həftə yeni vakansiyalar, iş tapmaq və işini dəyişmək istəyənlər üçün yeni təkliflərlə qarşınızda olacağıq. Bizi sosial platformalarda da izləyin. Əmin olun ki, hansısa iş sizlikdir.